Çox sağ olun. Suzan, təşəkkür edirəm. Gözəl iş görmüsən bugün axşam. Əladır xidmətin. Aman Tanrım, şükür Tanrıya. Özümü yaxşı hiss edirəm bugün. Və 5 gündür ki, xəstə idim. Və hey Lazarus, çıx bayıra, mən də çıxmışam bayıra. Və budur, buradayam. Özümü o, deməli, o mələfələrdən azad etmişəm, gəlmişəm və ürəyim çox rahatdır, sevinç doludur və bugün belə kənd vaizi kimi olacağım. Sizinlə sadə bir sözlə bölüşəcəyəm və ümid edirəm ki, bu söz də sizin həyatınıza adiyyəti olacaq. Deməli, Həvarlənişləri 27-ci fəsildən bölüşəcəyəm. Dünən axşam dərsdə bölüşmüşdüm və adı belə ola bilərmi? Ki, mənim B planım yoxdur, adı olsun vəzimizin. B planım yoxdur mənim, vəzimiz belə olacaq. Yalnız bir yolum var və bu yolla gedirəm həyatda. Məsihlə birlikdə gedirəm bu yolu. Məsihdir mənim yolum. Bizdə müqəddəslik var və budur həmin o yol. Müqəddəslik yolu. Bu yolu gedirik. Amma evimizdə, yadınızdadır, 2 mərtəbəli evimizi düşünsək, gəlin bir daha onu çəkək. Həyatımız da belədir. 2 mərtəbəli binaya oxşayır, evə oxşayır. Təbii insan, nəfsani insan yalnız 1-ci mərtəbədə yaşayır bu evdə. Və onun təcrübəsi elə 1-ci mərtəbənin təcrübəsidir. Çox şeyləri yaşayır. Orada xəstəlik də var, orada fərqli təcrübə, təəssüratları var. Amma 1-ci mərtəbədir. Oğlumun da xəstəliyi var idi, qrip olmuşdu, soyuq dəymişdi və bölüşdü mənimlə bunu. Yəni, ürək bulantısı var idi, ondan sonra soyuq idi döşəməmiz və bu soyuq dəyməsindən sonra uzanmış dərəcədə hərarəti var idi və mən də yolxmuşam, o da xəstədir, uzanmışdır və bu fantastikdir, qələbə. Mən də bir neçə gün bu cür naxoşluğu hiss edirdim bədənimdə və sonra o gün bu fəsli Bibliya məktəbində dərs deyəndə ürəyimə çox toxundu bu. Və çox xoşuma gəlir ki, biz bir insan olaraq inkar etmirik ki, evimizin 1-ci mərtəbəsi var. Və doğrudan da 1-ci mərtəbədə yaşamağa alışırıq və bilirik ki, insan olmaq nə deməkdir. Və bilirsən ki, ac olmaq nə deməkdir, ya susamış olmaq, xəstə olmaq nədir və ya işsiz qalmaq nə deməkdir, ürəyin qırıqlı olması, ya münasibətlərin pozulmasının nə olur. Sən 7-ci qız dostunu itirmirsən, yəni 7 qız dostumu dalbadal itirmirsən və ya bilirsən ki, maşının xərab olanda ki, sonra da başqa maşını icarə götürsən, o da xərab olur və ya maşınında benzinin qutarıb, ya təkərin boşalır və ya iş yoldaşının sənin xoşuna gəlmir və ya sən onun xoşuna gəlmirsən. Kimsə səndən pul oğurlayır və ya kimsə fırıldaq gəlir və sənin hesabından pul çıxardır, sənin xəbərin də yoxdur ki, nə baş verir. Və bilirsiniz, bu təcrübələriniz var, başa düşürsünüz, bunu yaşamısınız və qonşunuza deyin, o nədən danışır belə? Heç mənim həyatımda belə bir şey heç də olmayıb. Yox, amma təbii ki, hamımızda nələrsə bunlardan olub. Və deyin bir-birinizə, milad bayramın mübarək, milad yaxınlaşır. Ruhlandırın bir-birinizi. Yaxşı. Və indi başqa fəsil ki, mən araşdırırdım zəifliyimdə olanda və 2 fikir bir araya heç gətirə bilmirdim. Naxoşluğuma görə, ona görə bazar günü gəlib vəzləmədim. 2 səbəbim var, nəyə görə vəz etmədim. Birincisi, xəstə idim, yolxucu elementim var idi. Amma indi yaxşıyam. Amma yenə də heç kimə əl vermirəm, yəni təmasa girmirəm. Baş verməyəcək bu, yəni sizi qoruyuram. Amma ikinci səbəb, yəni 2 şey dedim ki, nəyə görə toplantıda vəzləmədim. Bəlkə yadıma düşəcək ikincisi. Amma o biri fəsil ki, zəif vəziyyətimdə araşdırırdım, düşünürdüm. Bütün günü evdə yatırdım, şənbə günü və sonra bazar günü, günün bir hissəsi uzanırdım, yəni dincəlirdim. İkinci fəsildə bu Daniel Peyğəmbərin kitabı 4-cü fəsil.
və onu sizin üçün bir ayrı bir ehtiyata qoyuram ki, öyrənin. 4-cü fəsli öyrənin, Daniel 4. Mən sizi sevirəm uşaqlar. Mən heç inana bilmirəm ki, siz Bibliyanı sevirsiniz, müqəddəs kitabı sevirsiniz. Ki, sevirəm sizi. Siz müqəddəs kitabı ürəyinizə həkk etmişsiniz. Siz sözü öyrənirsiniz və müqəddəs ruhdur sizin müəlliminiz və siz müqəddəs ruhda gəzirsiniz. Nəbukodonozor, yəni Nəbukadnəzzər də deyirik, o böyük bir görüm görür yuxuda ki, böyük ağac və sonra quşlar o ağacın budaqlarında və heyvanlar da ağac altında böyük bir mənzərə. Nəbukodonozor padşah şərh edə bilmirdi, yoza bilmirdi bu yuxunu. Sonra onu Danieli çağırdılar. Daniel də gəldi və deyir ki, kaş ki bu yuxu sənin düşmənləri üçün olardı. Nəbukodonozor da Nəbukadnəzzər deyir, mənə, nədir bu axı? Və Daniel deyir, sən sanki bu böyük ağaca bənzəyirsən və dünyanın xalqları da sənin altındadır və sənin heyrətamiz səlahiyyətin var və böyük bir nüfuzun var. Amma sonra o ağac kəsilir və sonra deməli, dəmir və tunç deməli, zənciri o ağacın kötüyünə bağlanıb və o zəncir də həmin o vəhşi heyvana calanıb. Və sən də Nabukodonozor həmin o vəhşi heyvana çevriləcəksən. Daniel bunu Nabukodonozora danışır. Və bu da həmin o yozmanın sonuydu. Yəni, ümumi baxımda. 4-cü fəsildə. Və bir il sonra, amma sonra Daniel deyir ki, amma mərhəmət ver, ey padşah, və salihliyi tanı, salih adam, salih kişi ol və mərhəmət göstər, rəhm eylə, kasıblara rəhm eylə. Bir il sonra, Nabukodonozor görünür ki, Danielin məsləhətinə qulaq asmır. Çünki bu bizim ürəyimizdə yoxdur, təbiətən. Sən yenidən doğulmalısan ki, ürəyində salihliyə doğru məhəbbət olsun. Yenidən doğulmalısan ki, mərhəmət ruhu olsun həyatında. Yenidən doğulmalısan ki, yeni ürəyin olsun və yumuşaq ürəyin olsun. Və Nabukodonozor öz qürurunda bir il sonra gəzir öz imperiyasında, öz ərazisində, padşahlığında. Heyrətamizdir, bunu oxuya bilərik. Və 6 deməli, araba deməli, onu müşayiət edir, o səyahət edir və kilometrlərlə məsafəni qət edir. Və deyir ki, mən bunu etmişəm, bu mənim sərvətimdir, mənim gücümə bu olub. Və sonra bu həmin o baş verir, həmin o yuxuda göstərilən. O saçma olur, saçı uzanır və meşəyə gedir, heyvan kimi yaşayır, dırnaqları uzanır və 7 bölməsi var. Bilmərək, bölmə nədir orada, amma 7 aydırmı, ya 7 ildirmi o belə yaşayır. Neçə il Nabukodonozor vəhşi heyvan kimi həyat yaşayır orada meşəlikdə. Və Tanrı nə demək istəyir bununla? O deyir ki, mən səni çöktürdüm. Bax, sən heç nəsən indir. Əgər sənin padşahlığın varsa, bil ki, bu sənə görə deyil. Əgər uğurlusansa, bu sənə görə deyil. Əgər sənin sağlamlığın varsa, bu sənin qazancın deyil. Əgər sən nədəsə müvəffəq olmusansa, əgər səni sevirlərsə, bu sənin gücündə olan bir şey deyil, sənə görə deyil. Əgər neyimizsə var ki, biz o ilə özümüzü tərifləyirik, bu bizə görə deyil malik olduğumuz. Əgər nəyəsə sahib isə, bu bizə görə deyil. Əgər şirkətin var və ya direktorsansa, menecersansa, əgər hansısa bir ənamı varsa, bu sənə görə deyil. Sənə və ya mənə görə deyil. Bütün bu xidmətimiz, bu bizə görə deyil. Bu bizə görə deyil. Əgər salih məqamlar yaşayırsansa həyatında, bu sənə görə deyil. Amma Tanrıya görədir və Tanrının lütfuna görədir və Tanrı bu işi görüb həyatında. Tanrı bu işi görüb və bu bizim həyatımızdır və buna görə də mən bununla təriflənirəm. Çünki biz aşağı mərtəbəni istifadə edirik zəifliyimizdə və hiss edirik ki, necə biz kövrəyik və bu yaxşıdır birinci mərtəbə olanda bu zəifliyimizi hiss edək. Amma icazə verməyin ki, bu sizi körlasın. Çünki Tanrı sizin üçün daha böyük bir şey hazırlayıb. İkinci mərtəbə. Çünki Tanrı bütün evin Tanrısıdır. O sizin zəifliyinizdə, xəstəliyinizdə, probleminizdə, ağrınızda və sizin siklonlarınızda, sizin tufanınızda, sizin fırtınanızda, yaxşı vaxtlarınızda və pis vaxtlarınızda Tanrı oradadır. Sizin zəifliyinizdə də, gücünüzdə də Tanrı oradadır. Sizin axmaqlığınızda və sizin keyliyinizdə də Tanrı oradadır. Və bu odur ki, axmaqlıq baş verəndə həyatınızda özünüzü fağır edin, Tanrının güclü əli altında özünüzü fağır edin və əgər insana hikmət çatışmırsa, onda Allahdan hikməti istə və Tanrı da azad şəkildə verəcək və o hikməti səndən
əsirgəməyəcək. Bu böyük bir ənamdır. Əgər müqəddəs ruh çatışmırsa, dua et. Luka 11-13. Əgər çörək istəsən Allahdan, Allah sana çörək əvəzinə daş verməyəcək. Əgər Allahdan müqəddəs ruhla dolmağını istəsən, o bizi müqəddəs ruhla dolacaq. Amma o qürurlu insanı müqəddəs ruhla doldura bilmir. Tanrı müqavimət göstərir qürurlu insana. Navucodonosor kimi, padşah kimi qürurlu insana. Hey Navucodonosor, sən çatdın mı sonuna? Bilirsən kimsən sən? Sən bilirsən ki, sən heç nəsən? Sən bilirsən ki, sən indi məşi heyvansan, meşəlikdə və sanki öküz kimi ot yeyirsən, Daniel Peyğəmbərin kitabı 4-cü fəsil. Bilirsən kimsən sən? Bilirsən ki, Tanrı bizi fağırlaşdırır və bu da ənamdır. Və Tanrı bizi fağırlaşdıracaq, bizi çöktürəcək, bizim qürurumuzdan, bizim axmaqlığımızdan bizi çöktürəcək. Bəli, o bunu edəcək və o bunu edir. O Tanrıdır, o xeyirxah Tanrıdır. Belə ki, sən bəlaya düşəndə hər hansı bir vəziyyətdə bu yaxşıdır əslində və bu Tanrıya aiddir ki, Tanrı bizə güc verəcək. O, ehtiyacımız olan hər bir anda bizə lütf verir. O, hər zaman bizə lazım olan və lazımı vaxtda köməkdir, dəstəkdir. İbranilərə 4-cü fəsil 16-cı bənddə deyir ki, cəsarətlə gedək. Və bu yaxşıdır, düzdür. Hey, bu kənd vəzidir. Bu Tanrının əqlidir, o, onun iradəsidir ki, Tanrı istəyir ki, biz onun qüdrətli əli altında fağır olaq və o qüdrəti Tanrının lütfündən alaq və Tanrının kimliyindən alaq və o bizim atamızdır. Və görmüşəm xristianlar ki, onlar sərtləşirlər, onlar qəddarlaşırlar, təkəbbürləşirlər. Mən də daxiləm və hər birimiz ola bilərik belə. Görmüşəm bunu həyatımda ki, biz oluruq, laqeyd oluruq. Və heyrətə gəlmişdim bu yaxınlarda və səhər həsrətmə sözündə 1-ci Timoteyə 4:16 və Spurgeon'un şərhi var idi. Bir xidmətçidən danışırdı ki, xidmətçi deyir ki, öz qayğısından qalmalıdır. Xidmətçi özünü iti saxlamalıdır və necə ki, deyək, sərkərdələr öz qılınclarını iti saxlamalıdır. Və Spurgeon deyir ki, Amerikada vətəndaş müharibəsində bəzi döyüşlər deməli, məğlubiyyət olmuşdur. Və deməli, bu vətəndaş müharibəsində bəzi sərkərdələr hazır deyildilər və tənbəl idilər və ya onların deməli, apardığı strategiya, istifadə etdikləri texnologiya deməli, hədəfə çata bilmirdi. Və biz başa düşməliyik ki, bu şeylər bizim həyatımızı xilas edir. Və xidmətdə biz sürünü otarmalıyıq, amma özün də ac qalmamalısan bir pastor olaraq. Yəni, mən sürünü otarıram, qidalandıram, amma özüm deyək, acından ölürəm. Və mənim gizlicə depressiyam ola bilər və ya darıxdırıcı həyat yaşayıram və ya gizlicə tənhalıq həyatı yaşayıram və boşluq yaşayıram, amma mən bunu göstərmirəm. Üzdən sanki yaxşıdır hər şey. Çünki biz belə özümüzü sanki yaxşı göstərməyimizə məharətliyik. Amma müqəddəs ruha fırıldaq gələ bilmərik. Və ona görə də əmin olmalıyıq ki, ürəyimə danışan müqəddəs ruhdurmu? Biz sezməliyik ki, Tanrının sözündən mənə pay olaraq nə gəlir? Biz sezməliyik ki, Tanrının sözü bizə danışırmı, bizi qidalandırırmı? Əgər bizi qidalandırırsa, onda biz Tanrıdan məhz alırıq ki, xidmət edək. Biz Tanrının məhz olunmuşları olur ki, missiyalara gedək. Biz Tanrıdan məhz alırıq ki, bizim deməli, 3 qitədə Greater Grace olaraq düşərgə, gənclər düşərgəsi keçirib, 3 dənə düşərgə keçirib və rəhbərliyimizlə, gənclərimizlə böyük nüfuz, böyük təsir almışıq və müqəddəs ruh da böyük bir iş görür. Pastor Love vasitəsilə, Pastor Vistera vasitəsilə, Carolyn Peters, Pirio və bir çox digərləri, John Herbson qrupu və ondan sonra Rolling Hills və Boiling Springs, nədir onların adı və bilmirəm heç onların o şəhərin adı nədir, amma orada gözəl bir gənclər düşərgəmiz keçmişdi. 3 qitədə gənclər üçün düşərgə keçirməyimiz bu heyrətamizdir və bu Tanrıdır. Budur onun işi və insanlar ki, ruhən əqillərini kökləyiblər və Tanrının xidmətində iştirak edirlər. Bu əladır. Və bir vəzi etdim. İndi ikinci vəzi keçməliyəm, hə? Açın zəhmət olmasa, Əhvalilər İşləri kitabı 27-ci fəsli. Yox, bu iki vəzi ikisi də eyni, deməli, dalğada gedir. Bu uzun fəsil olduğuna görə
Deməli, ikinci mərtəbə bu ruhani xeyir-dua mərtəbəsidir evimizdə, həyatımızda. Müqəddəs ruhun həyatı, Tanrının lütfü və fərqi yoxdur. Bax, birinci mərtəbədə hər kəs yaşayır birinci mərtəbədə və onların öz səbəbi var, öz məntiqi var. Və burada hər şey məntiqlidir sanki birinci mərtəbədə. Amma orada Tanrı unudulub. Və biz unuduruq Tanrını birinci mərtəbədə. Biz də olur ki, biz Tanrını unuduruq. Birinci mərtəbədə yaşayırıq və hər şey məntiqlidir. Və hər şeyin öz yeri var sanki. Və insanlar da yaşayır bu cür, həyatlarını hesaba vurur və birinci mərtəbədə yaşayır və bu da axmaqlıqdır əslində. Yəni, bilmirsən ki, həyat yemək və geyimdən daha yüksəkdir, daha vacibdir, karyerandan, təhsilindən, ailəndən daha böyükdür və həyat tərzin maşından daha vacib və böyükdür. Bilmirsən deyər ki, sən yaşayırsan və sənin həyatın Məsihdir ki, sən mələklərdən üstünsən. Bilmirsən məyər ki, sən müqəddəs ruhdan doğmusan və Tanrı sənin səmavi atandır və o sənin qayğına qalır və o sənin dualarına cavab verəcək və Yeriko şəhərin divarları çökəcək, əgər bu Tanrı iradəsidirsə və İbrani məktubda deyir ki, divarlar töküləndə bu sanki liftin aşağı düşməsi kimi, yəni şaquli şəkildə çöktü divarlar. Yəni sağa və ya sola meyilli şəkildə düşmədi divarlar. Bilirsiniz ki, qırmızı dəniz aralandı. Niyə? Səbəbini bilirsən? Çünki Tanrı bunu etdi. Tanrı bunu dedi. Və siz bunu bilirsiniz. Və Lazar ölülərdən dirildi Tanrıya görə. Və qida çoxaldıldı Tanrıya görə. Tanrı, İsa Məsih çarmıqda öldü Tanrıya görə. 3 gündən sonra ölülərdən dirildi, yenə də Tanrıya görə. Tanrı səni xilas etdi, özünə görə, Tanrıya görə. Tanrı sənin dualarına cavab verir. Sən ilk xristian olanda o sənin dualarına cavab verir. Çünki Tanrı dualara cavab verir və o istəyir ki, sən biləsən ki, o kimdir? O Tanrıdır, o Allahdır. Bu gözəldir. İndi biz deməli mənzərəni tutduq, iki mərtəbəli ev həyatımızdır. Və indi isə biz keçirik. Geri gəlmişkən, Nabukadnosor padşah Tanrı onu fağır etdi, Daniel 4-cü fəsildə və Tanrı qaytardı ona, onun nüfuzunu. Padşah qayıtdı öz vəziyyətinə və o padşah olaraq Tanrıya sitayiş etdi, bütpərəst imana gəldi və Tanrıya iman etdi. Danielin Allahına inandı və bu Nəbuqadnəzzər padşahdır. Daniel Peyğəmbərin kitabı 4-cü fəsil. Heyrətamiz hekayədir bu. İndi isə biz Həvarilər şərə kitabı 27-deyik və indi daha bir şəkil çəkəcəm. Bu gəmidir, içində çoxlu adamlar var və Həvari Paul oradadır və bu köhnə bir gəmi şəklidir və Aralıq dənizində. Və burada bir yer var, otaq. Hekayədə yazılır ki, orada qayıq var idi ki, xilas edici qayıq və biz o qayıqdan danışacağıq. Çünki hekayədə onlar fırtınaya düşüblər və çoxlu məlumat var bu 27-ci fəsildə, oxuya bilərsiniz sonra. Və bu məlumat da gəmişlər üçün, oradakı insanlar üçün heyrətə gətirən, qorxuya gətirən bir məlumatdır. Və araşdırdıqca Aralıq dənizdə deməli, xəritəyə baxa bilərsiniz, necə ki, hansı istiqamətdə gəmi gedirdi, hansı istiqamətdə külək əsdi və necə gəmini sürüklədi digər istiqamətdə. Hamısı orada o mənzərədə göstərilib. Və Luka yazıb bu hekayəni və Luka bu təfərrüatları burada göstərir 27-ci fəsildə. Deməli, çoxlu bəla içindədirlər dənizin ortasında və onlar, mən də qısaca deyəcəm, çoxlu bəlalı vəziyyətdədirlər gəminin içində, dənizin ortasında və Paul da əvvəldən oradakı yüzbaşıya danışırdı. Yəni Paul gəmidən çıxıb hansısa dostları ilə görüşmüşdü adada və yüzbaşı biraz Paulu tanıyırdı ola bilsin, biraz tanışlığı var idi və biraz orada etibar edirdi, çünki icazə vermişdi çıxsın orada sahilə, dostları ilə görüşsün, sonra qayıtsın gəmiyə və əminəm ki, Paul tək deyildi, müşahidəsi də var idi. Amma bu yüzbaşı ilə münasibəti çox heyrətamizdir hekayədə. Paul və yüzbaşı. Çünki Paul Tanrının kişisidir və o da bu gəminin içindədir. Yəni, Paul həmin o gəmidə birdən bir səlahiyyət sahibi olur. Amma hekayənin başlanğıcında o səlahiyyət sahibi deyil. Paul əvvəldir ki, mən düşünmürəm ki, biz səyahətə çıxmalıyıq gəmi ilə. Çünki külək gəlir
və fırtına və tufanlar ola bilər. Və görünür ki, Paul deyir ki, çıxmayaq məsləhət olaraq. Amma bu gəminin sürücüsü, pilot və yüzbaşı, səlahiyyət sahibi Paul'la razılaşmırlar bu məsləhəti ilə. Və deyir ki, yox, biz dənizə çıxacaq. Paul da deyir, bax deyirəm sizə, çıxsaq və problemlərimiz olacaq, itkilərimiz olacaq və karqomuz və gəmimiz, içindəki yüklərimiz də tələf olacaq. Amma onlar xor baxdılar, getdilər, çıxdılar dənizə və indi deməli, Roma şəhərinə getmək üçün onlar ada üzərindən keçməli idilər və qış fəsli idi və onlar deməli, bu ada boyunca dənizdə gedirdilər və çalışdılar adaya deməli, gəlsinlər, amma külək qalxıb onları tamamilə başqa istiqamətdə sürüklədi və indi də onlar açıq dənizdədirlər və dənizin ortasında da bu fırtına başlayır. Bir uraqan kimi belə çox güclü bir fırtına və bilirik ki, o nə qədər tələf edici ola bilir. Və indi vəziyyət belədir ki, bəla içindədirlər, gəmi və gəmçilər. Yəni çalışırlar, nəsə bir çarə qılsınlar. Amma böyük bir qatmaqarşılıq yaranır ki, bu da evin birinci mərtəbəsindəki həyat kimidir ki, çoxlu qatmaqarşılıq olur həyatımızda, yəni vurnuxma. Amma Paul deyir bu hekayədə, məncə bu 21-ci bənddədir, gəlin baxaq, əmin olaq. 21-ci bəndə baxaq. Burada yazılır, adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi, ağalar, gərək siz mənə qulaq asıb çıxmayardınız və bugün mən günorta rapsesiyasında az qala arvadıma deyəcəkdim, arvadım da az qala deyəcəkdim ki, sən gərək mənə qulaq asardın, ay Tom, ki, mən haqlıydım. Və xoşumuza gəlmir bunu demək, düzdür, biz etmirik bunu belə bir-birimizə. Gərək mənə qulaq asardın qabaqcadan ki, başım bu bəlaya düşməz. Və mən tövsiyə etmirəm ki, bunu belə deyək. Xüsusilə də təsir olan vəziyyətdə ki, biz artıq darmadağın olmaq üzrəyik və kimsə deyir ki, bax, qulaq asmalıydı mənə ki, sənə demişdim, çıxmayasan, bax, indi öləcəksən. Yox, amma burada Paul deyir. Deyir ki, ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz. İndi isə öyüd verərək deyirəm, ürəkli olun. Çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq. Çünki mənsub olub ibadət etmək səbəbi deyil. Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi, 23-cü bənd, ki, o Allaha mən ibadət edirəm və onunkiyəm mən. Onun mələyi mənə gəlib dedi. 6 dənə görüm olur. Həbərlənişlər kitabında 6 dəfə Tanrı Paulu görünür və ya mələk vasitəsilə və ona spesifik bir məlumat aşılayır. Spesifik sözlər deyir Paula və görün verir ki, Tanrıdan olan söz, Allahın mələyi gəlir və görüntü verir. O deyir ki, mənsub olduğum Allahın bir mələyi. Və bu mənim üçün çox belə toxunan bir məqam oldu ki, mənim mənsub olduğum Allahımın mələyi. Bu gözəldir. Mən o Allaha mənsubam və ona ibadət edirəm, ona xidmət edirəm, o Allaha xidmət edirəm. Və burada Paul gəmidədir və deyə bilərik, onun müəyyən bir səlahiyyəti var və onun o səlahiyyətdə sözü var. Çünki bu evin ikinci mərtəbəsindən gəlir. Çünki Paulun Allahdan sözü var və bu söz ikinci mərtəbədən, evin ikinci mərtəbəsindən gəlir və bu bəlalı, fəlakətli vəziyyətin içində. Və istəyərdim ki, siz inanasınız ki, bu sənin üçündür, sizin üçündür. Ki, necə Tanrı istəyir ki, sən yaşayasan. İstəyərdim ki, siz buna inanasınız. Mən inanıram ki, siz buna inanırsınız. Məhz buna görə də düşürəm ki, siz buna qulaq asırsınız və ona görə müqəddəs kitabı oxuyursunuz, ona görə başqa Tanrının kişiləri və qadınlarına qulaq asırsınız və müqəddəs sözü araşdırırsınız, kitablar oxuyursunuz və imanınızı dikəldirsiniz. Çünki siz Allahdan söz eşitmək istəyirsiniz, qəbul etmək istəyirsiniz və yeri gəlmişkən çox vaxt və bu kafedradan da gəlir, şükür Tanrıya biz dua edirik ki, kafedradan Tanrının sözü, səsi bizim ürəyimizə hək olunsun. Amma eləcə də sizin özünüzdən gəlir Tanrının sözü. Qardaşınıza, bacınıza danışanda və bu eləcə də dua toplantısında Tanrının sözünü eşidirik. Kiçik qrup ünsiyyətində bu baş verir. Kafe rapsesiyasında və ya Bibliya məktəbinin dərslərində baş verir. Bu, illər öncə
Pastor Stevenson vəzindən gəlir bizə o qidalı söz və ya başqa kimləsə, Martin Luther'dan və Billy Graham'dan Tanrının sözləri ki, Bibliyada yazılıb, onlar səslənir və bizi dikəldir, bizi inkişaf etdirir ki, biz evin hər iki mərtəbəsində yaşaya bilək. Və budur. Adamlar baxır Paula, ki, yemiblər, açdılar və bilirlər ki, artıq ölmək üzrədilər və gəmiyə də gəlsə uğrayıb, gəmini itirəcəklər. Bəs biz necə? Gəmi getdi, yaş bəs biz və Paul da deyir burada, 24-cü bəndə baxın, deyir, qorxma. Paul, Allah deyir, Allahın mələyi deyir Paula, deyir, qorxma Paul, sənin Qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı. Ay ağalar, buna görə ürəkli olun. Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq. Amma bizə bir adaya düşmək lazımdır. 14-cü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar. Suyun dərinliyini ölçəndə gördülər ki, 20 qolajdır. Yəni, onlar ölçünü buraxdılar, xətkeşi ki, görsünlər nə qədər dərinlik var. Bilər ki, 20 qolajdır. Yəni, artıq dayazlanır. Biraz gedəndən sonra bir daha ölçdülər və gördülər ki, 15 qolajdır. Görürlər ki, onlar dayazlığa doğru gedirlər. Və bəzi gəmişlərin ağlına fikir gəlir ki, orada axı xilas edici qayığımız var arxada. Ağlarına fikir gəldi ki, o xilas edici qayıqdan istifadə edək və aranı cıraq və gedək özümüz. Ki, gəmi batacaq, amma biz bu qayıqdan istifadə edək və canımızı qayıqda qurtaraq. Və hekayədə 28-ci bənddə oxudunuz. Deyir ki, suyun dərinliyini ölçəndə gördülər ki, 20 qolajdır. Biraz gedəndən sonra bir daha ölçdülər və gördülər ki, 15 qolajdır dərinlik. 15 qolaj yazılıb burada. Xüsusi ölçü. Sonra deyir 29 bəndə. Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən 4 lövbər atıb sabahın açılması üçün dua etdilər. Deməli, qayalığa çıxmaqdan qorxaraq deyir gəminin dal tərəfi var. Bax, o dal tərəfində hələ lövbər atılmayıb və bu da bir belə aldadıcı bir addımdır. Burada deyir ki, 15 qolajdır dərinlik və sonra deyir ki, qayalığa çıxmaqdan qorxaraq bu gəmçilər gəminin dal tərəfindən 4 lövbər atıb sabahın açılması üçün dua etdilər. Və sonra deyir ki, belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər. Yəni, gəmiçilər gəlib deyir ki, gəlin lövbərləri qabaqdan ataq, fırıldaq gəlirlər ki, sonra arxadan da o xilas qayığını götürüb aradan çıxsınlar. Və Paul da bunu görüb, o deyir, yox, baxın, Paul deyir, yox, belə bir fırıldaq, belə şey edə bilməzsiniz. Siz bu gəmidən, o qayıqla aradan çıxa bilməzsiniz. Yox, siz hamınız gəmidə qalmalısınız. Gəmidə qalmalısınız. Gözəldir, hə? Düşünün ki, gəmidə qalmalısınız. Nəyə görə bu yazılıb burada? Çox maraqlıdır. Maraqlı hekayədir, hə? Baxaq, deməli, 31-ci bəndə baxın, deyir, amma Paul yüzbaşıya və əskərlərə dedi, bunlar gəmidə qalmasalar, siz xilas ola bilməzsiniz. Xilas ola bilməzsən bunlar gəmidə qalmasalar. Bu mələyin sözünə necə uyğundur? Mələk deyir ki, hər kəs xilas olacaq. İndi Paul bu sözün ikinci hissəsinə gəlir. Deyir, sən bunu edə bilməzsən. Bu gəmiçilər də qalmalıdır gəmidə. Mən bilmirəm, niyə görə bu yazılıb burada belə, amma istəyərdim bunu bir nümunə kimi istifadə edim. Yəni, bir növ o olacaq qayıq mənə elə səslənir ki, B planıdır da, bax, aradan çıxa bilərik, xilas ola bilərik. Arxadakı o qayıqdan istifadə edərək, mən bu fəlakətə uğrayan gəmidən camı qutara bilərəm. Və hər birimizdə var, bizim arxa planda olan B planımız, qayığımız, çünki mənim səbəbim var. Birdən nəsə olsa, hər ehtimala qarşı. Məntiqimiz deyir ki, müəyyən bir pul ehtiyatı almalıyıq, problemimiz, qara günümüz var, onu saxlamalıyıq pul və ya tibbi məsələlərimiz var və ya bizim sığortamız olmalıdır. Və mən bunu inkar etmirəm, bu reallığımızdır və demirəm ki, olmamalıdır, amma deyirəm ki, bu hekayədə fikir var.
O fikir mənim həyatıma aiddir. Çünki mənim ağlımda o fikir var ki, bax, aradan çıxım, aranı, belə deyək, cırım və həyatımı xilas edim. Amma eləcə də, və biləm, sizdə də bu var, mən aşkar etmişəm, siz də aşkar etmişsiniz ki, əslində başqa yol yoxdur. Bir yol var yalnız bizim üçün və mən bu yolu tapmışam. Və bu yol İsa Məsihdir. Yeganə yol odur həyatımda. İsa Məsih yeganə yoldur. O ikinci otağın, ikinci mərtəbədən mənə danışır və odur cavab. Hər şeyim üçün cavab odur. Yeganə cavab ölüm üçün, xəstəlik üçün və qürurum üçün, günahım üçün, uğursuzluğum üçün, qırıq ürəyim üçün, tənhalığım üçün, depressiyam üçün yeganə cavab İsa Məsih. O bizim Allahımızdır. Başqa Allahım yoxdur. O bizim Allahımızdır. Və mənə gəmini tərk etmək lazım deyil. Tanrı buradadır, düz gəminin ortasında. Tanrının sözü var mənim üçün düz gəmidə. Və budur, böyük bir məqam hekayədə. Sanki inanılmaz bir hekayədir. Və Paul deyir yüzbaşıya ki, yox, onlar çıxa bilməz. Onlar qalmasalar xilas ola bilməz. Və yüzbaşı nədir? Deyir, bundan sonra əskərlər qayığın, həmin o xilas, B-plan, qayığın iplərini kəsib onu dənizə saldılar. Və yüzbaşı Paulun sözünü tutdu və deyir, sənin dediyini Paul qəbul edirəm, məsləhəti qəbul edirəm ki, o qayıq getdi, B planı yoxdur, biz səninləyik Paul, biz bu gəminin içindəyik. Əgər yaşayırıqsa yaşayacaq, əgər öləcəksə öləcək, amma mən burada qalacağım və mən burada məskunlaşıram. Və ola bilsin ki, bəzi digər tədbiqlər ola bilər, ki, deyək, qız dostum var, haradasa fırlanırsan və burax onu getsin. O sənin üçün deyil. Və ya nəsə baş verir, biraz belə kölgəlidir. Sənə lazımdır bu. Sənə belə qeyri-müqəddəs bir şey lazımdır həyatında və ya həyatında lazımdır ki, neysə əyləndirəsən ürəyində. Ya istəyirsən ki, ağlın bölünsün, istəyirsən ki, həm içəri, həm də çöldə olasan, ya girirsən, ya çıxırsan, yəni tərəddüd edirsən. Və bilirsən, yoldur ki, fağır ol. Fağır olanda sən ruhla dolursan və onda Tanrının dediyi sözə inanırsan. Və onda risk var. Mən inanıram Tanrının dediyi sözə, amma bu məntiqdən kənardır. Və ona görə mən məntiqdə yaşamaq istəyirəm bir tərəfdən. Amma ikinci mərtəbə var. Və mən istəyirəm imanda yaşayım, ikinci mərtəbə olun. Necə biz Misirdən çıxacağıq? İmanla bu baş verə bilər. Bəs yaxşı, biz ölünü necə dirilə bilər? İmanla baş verə bilər. Necə biz misioner ola bilərik dünyada? Və bu imanla baş verməlidir. Və necə olacaq ki, biz duada olaq? İmanla baş verməlidir. Və necə biz kilsəyə gedəcəyik belə vəziyyətdə? İmanla baş verməlidir. Necə olacaq ki, biz müqəddəsliklə başlayacağıq? Bu yenə də imanla olmalıdır. Və bu cür yaşayırıq. Görürsünüz? Və baxın axırıncı hissəyə. Deməli biz və bu yüzbaşının dediyi sözə baxmaq istərdim. 32-ci bənd. Bundan sonra əskərlər qayıqın. Deməli, 31-ci bənddə Paul deyir yüzbaşıya, bunlar gəmdə qalmasalar siz xilas ola bilməzsiniz və bundan sonra əskərlər qayığın iplərini kəsib onu dənizə saldılar. Sonra deyir ki, 33-cü bənddə dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi. Və bilirsiniz Paul orada nə dedi? Deyir ki, hey, yaxşı, B planımız yoxdur, biz hamımız gəmidə qalmışıq və baş verəcək bu hadisə. Baxın. Biz çox yeməmişik, çox vaxt və bizə güc lazımdır. Ona görə bu gəmi qəzaya uğrayacaq. Amma biz hamımız xilas olacaq, ay cəmaat. Hər kəs. Və deyir, hətta başınızdan bir tük də belə əski olmayacaq. Paul bunu deyir. Gəlin tapaq. Çünki siz artıq şübhələnirsiniz, belə var yoxsa. 33-cü bənd deyir. Dan yeri söküləndə Paul hamıya yeməyi təkid edərək dedi, bugün 14 gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə açsınız. Bunun üçün sizdən xahiş edirəm ki, yemək yəsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə əski olmayacaq. Zarafat edirsən, yəni, onlar lövbələri qaldırdılar və gəmi irəli getdi, üzü deməli sahilə və onlar ilişdilər haradasa dayaz sularda və o dayazlanmış yerdə dayananda, deməli, dəniz həmin o gəmini çöktürdü və Paulun dediyi sözə görə əskərlər və yüzbaşılar o məhbusları öldürmədilər. Çünki onlar öldürməlidirlər, çünki heç kim qaçmasın. Və
Paul onlara ürək dirək verir və deyir ki, hamı xilas olacaq və dənizə atlanıb gedəcək quruya. Yəni 270 nəfərdən çox adamlar, hamısı xilas oldu. Burada yazılıb, 37-ci bənddə gəmidə cəmi 276 nəfər var idi. Və bu hekayədə bu xilas baş verdi və onlar bir-bir hər birini saydılar. Hamısı, hər biri 276 nəfər xilas oldu, gəmi isə qəzaya uğradı. Heyrətamiz hekayədir. Və bilirsiniz mənim üçün bunun mənası nədir? Mənası odur ki, Tanrı qayğımıza qalır. Və nə var ki, istəyirsən ikinci plana, B plana keçirsən, bil ki, o xilas qayığını burax ki, o səni xilas etməyəcək. Öz məntiqinə uyma ki, öz yollarınla getmə və Tanrı ilə real olaq və Tanrı qabağında fağırlaşdıraq özümüzü. Və deyir, ya Rəbb, sənsən mənim yeganə yolum, sənsən yol, həqiqət və həyat, sənin yolun heyrəttamizdir. Mən bütün ürəyimlə sənin yolunu dərk etmək istəyirəm və sənin yolunda qalmaq istəyirəm. Və bu da axırıncı məqamdır. Biraz uzun getdi yəqin ki. Yaxşıdır, hə? Az qala saat 8-dir, axşam 8-dir, hə? Neçənci gündür bugün? Hə? Biz hələ də hardayıq. Neysə, bir dəqiqə, zarafat edirəm. Bir dəqiqə. Bilirsiniz nə baş verdi orada? Onlar gəldilər quruya və Malta, Melit adasında orada daşlı yerlər çox mürəkkəb olardı. Amma orada deyir, qumlu bir sahil idi. Və çox xoşuma gəlir. Və Paul deyir ki, cibindən bir balıq çıxardır, çünki balıq ilişib cibindən. Yox, zarafat edirəm. Çıxıblar quruya. Nə qədər orada o Melit adasında olublar? 3 ay. 3 gün, ilk 3 gün qızışdılar, istindilər, özlərini biraz gəldilər və sonra yadınızdadır orada gürzə, yəni ilan onu orada sancır, amma Paul ölmədi və oradakı yerli adamlar heyrətə gəldi ki, o bu Allahdır və bəlkə başqaları da ki, gəmidə olanlar deyir ki, doğrudan da bu Paul deyir, burada xüsusi adam var. Sən kimsən belə? Mən xristiyanam. Sən kimsən? Mən həvariyəm, mən yahudiyəm, mən rabbiyəm. Sən kimsən belə, hey? Və onlar söhbət edirlər. 3 ay Melitdədirlər, adadadılar. Və sonra başqa bir gəmi gəlir, İtaliya yolda olan birisi və gəlir Melit adasından bunları götürür və onlar Siciliyaya gedirlər. Onlar sonra oradan İtaliyaya keçirlər və sonra Roma gələr. Və hər harda olurlarsa, insanlar Paulla görüşürlər. Və bilirsiniz o yüzbaşı, həmin o hekayənin sonunda onun deyə biləcəyi bizə hekayəsi var. Və deyirəm sizə, sizin də hekayəniz var. Sizin də hekayəniz var. Çünki siz ikinci mərtəbədən səs eşidirsiniz. Çünki sizin səmavi atanız sizin qayğınıza qalır. Və ola bilsin ki, bəzən belə ağır günlər və özümü çox pis hiss edirəm. Olur. Soruşun Nabukodonozordan necə özünü hiss edirdi? O deyəcək, o Rəbb məni fağırlaşdırdı. Amma o eləcə o məni qaldırdı. Və insanlar artıq məni vəhşi heyvan olaraq maskaraya qoymurlar. Mən əli idim, vəhşi heyvan oxşayırdım. Amma sonra Tanrı məni dəyişdi və mən Tanrının xeyirxahlığı haqqında danışmaq istəyirəm. Və eləcə də sizin həyatınızda, mənim həyatımda, budur bizim hekayəmiz. İnsanlar bizə baxır, tamaşa edirlər bizə ki, necə biz problemlərimizi həll edəcəyik, necə biz bu vəziyyətlərdən çıxacağıq, necə biz ağrılı vəziyyətlərimizdə özümüzü aparacağıq. Cəmaat bizi tamaşa edir və mən bunu deyirəm ki, hər birimizi ruhlandıraq ki, bizim səmavi atamız var, o bizim hər zaman qayğımıza qalır və onun bizə deyəcəyi sözü var, hər zaman deyəcəyi sözü var. Bəzən aydın olmur deyə onun dediyi bizə, amma bu hekayədə ki, o xilas edə biləcək sanki qayğı boş bıraq, onu atqınən, o cavab deyil bizim xilasımıza, Tanrıdır xilasımıza cavab və o öz işini bizdə sona çatdıracaq. Yaxşı? Amin. Amin. Some people feel that they need Bəzi adamlar this or that. It's like, no, learn to have the Lord meet your needs. Some people say, oh, I got to do this or that, or I got to have a backup plan. Deyir ki, mən bunu etməliyəm, onu etməliyəm, bu tədarük yürüməliyəm ki, B planım olsun, ehtiyatım olsun. Və dediyim kimi, mən bunları inkar etmirəm, bu reallıqdır və demirəm ki, bu lazım deyil. Amma çox fikirləşirsən bəlkə.
your ki walk of faith. iman gəzintisindən Draw near to your walk of faith. kənar durasan, Draw near to your ki heavenly arxa Father. planda B And planını he istifadə will eləsən. help us Amma all yaxınlaş the time. Tanrıya. Yes, Jesus, we know Əslində this. uzaqlaşma, We believe Tanrıya it. yaxınlaş. Thank you for Və speaking to our hearts tonight. Ya Rəbb, sənə minnətdarıq ki, bugün bizim Anyone ürəyimizə listening who's danışırsan. not a believer, Əgər siz come qulaq asırsınızsa to bu vəzə və Jesus. İsa Məsihə hələ iman tonight. etməmisinizsə, gəlin, yaxınlaşın, because you- inanın İsa Məsihə. O sizin to Rəbbinizdir. Jesus. Gəlin And İsa'ya put your trust in him. He died və ona for you, iman edin. O sizin üçün rose from the ölüb, dead and is o ölülərdən alive. dirilir And he is və o your God. diridir He indi. is Və o our sənin God. Tanrındır. O bizim Allahımızdır. Şükür sənə ay Allah. Thank you. Your name. İsa minnətdarıq sənə. Sənin adınla dua edirik. Amin. Amin.